Vətən naminə şəhadətə ucalan qəhrəmanlarımızdan biri Hacıyev Şükür Bayramoğlu 25 avqust 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək şəhərində anadan olub. 2005-ci ildə Babək şəhər tam orta məktəbin 1-ci sinifinə daxil olan Şükür, 2013-cü ildə 8-ci sinifi bitirdikdən sonra elə həmin il Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına hərbi liseyə daxil olur. 2016-cı ildə hərbi liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Ali Hərbi Məktəbdə təhsil aldığı dönəmdə öz bilik və bacarıqları ilə müəllimlərinin rəğbətini qazanıb. Şükür Hacıyev 2020-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. Azərbaycan ordusunun zabiti olan Şükür Hacıyev 2020-ci il sentyabrın 27-sindən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edir. O, gənc zabit olmasına baxmayaraq, döyüşlər zamanı öz cəsarəti və döyüş aparmaq bacarığı ilə daha təcrübəli zabit yoldaşlarından geri qalmırdı. Daim irəli, düşməni məhv etməyə can atırdı. O, 2020-ci il oktyabrın 12-sində Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsindən çalır. Şükür Hacıyev Babək rayon qəbirstanlığında təntənəli mərasimlə dəfn olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş. Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hacıyev Şükür Bayramoğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən vətən uğrunda, Kəlbəcəri, Suqovuşanın azad olunmasına görə, döyüşdə fərqlənməyə görə medalları və 3-cü dərəcəli vətənə xidmətə görə orden ilə təltif edilmişdir.